Salam, sabahınız xeyir olsun. 21 avqust 2026-cı il tarixidir. Yay fəslinin 62-ci günüdür. Rəbiül ayının 8-ci günüdür. Həftənin cümə 5-ci günüdür. Cüməmiz mübarək olsun. Canımız sağ. Cümə ibadətimiz, dualarımız hər birimizin qəbul olunsun. Sülh, əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin, dinc qulaqlı bir cümə günü 5-ci günü keçirməyi hər birimizə arzularım. 21 avqust günündə kimlər işləri arxasınca gedib, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar. Evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, sülh, əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan bir cümə günü 5-ci günü keçirmələrini arzularım. 21 avqust günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblər, orta ixtisas, ali məktəb tələbələri, digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, zehin açıqlığı, yol açıqlığı olan, iş avadlığı olan, sülh, əmin-amanlıq, firavanlıq, bol bərəkətlik, ruzilik, şad xəbərlilik olan, dinc qulaqlığı olan bir cümə günü 5-ci günü keçirmələrini arzularım. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzularım. Müəllimlərin işə qəbulu üzrə, sertifikatlaşdırma imtahanı üzrə test mərhələsindən müsahibə demək, hazırlaşaraq uğurlar qazanan hər bir şəxsə can sağlıqlı, sülh, əmin-amanlıqlı, yol açıqlığı olan, dinc qulaqlı olan, zehin açıqlığı olan, iş avadlığı olan, sülh, əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan, dinc qulaqlı bir cümə günü 5-ci günü keçirmələrini arzulayıram. Müsahibə mərhələsindən də uğurlar əldə etmələrini arzulayıram. Müəllimlərin işə qəbulu üzrə, sertifikatlaşdırma imtahanı üzrə uğursuzluq əldə edənlərə də can sağlığı arzulayıram. Ruhdan düşməməyi, böyük ruh yüksəkliyi ilə yenidən hazırlaşaraq, imtahanlara qoşularaq, yüksək nəticə göstərərək, yenidən işlə təmin olunmalarını və işlərində də, işlədikcə də əmək haqqlarının artmalarını arzularım. 21 avqust günündə kimlərin rəhmətə gedəni var, hər birinə Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 21 avqust günündə kimlər anılır, xatırlanır, yad edilir, ruhları şad olsun və onların hər birini xoş anmağı, yad etməyi, xatırlamağı hər birimizə arzulayıram. 21 avqust günündə kimlərin xəstələri var, hər birinə can sağlığı arzulayıram. 21 avqust günündə kimlərin qaziləri var, bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülh, əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan bir cümə günü 5-ci günü keçirmələrini arzulayıram. 21 avqust günündə kimlərin ad günüdür, şad günüdür, xoş günüdür, peşə günüdür, işə qəbul günüdür, evlilik, nişan və digərlərinin il dönümü günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Hər birinə can sağlığı, uzun ömür, işlərində uğurlar, müvəffəqiyyətlər arzularım və 21 avqust günündə də tarixi günlər vardır. 21 avqust günündə baş verən tarixi hadisələr günləri isə bunlardır. 21 avqust 1770-ci ildə James Cook demək Şərqi Avstriyanı Böyük Britaniya elan etdi və buranı Yeni Cənubi Wales adlandırdığı gündür. 21 avqust 1911-ci ildə Mona Lisa əsəri Louvre Muzeyi işçisi tərəfindən uğurlandığı gündür. 21 avqust 1959-cu ildə Havay adaları Amerika Birləşmiş Ştatlarının 50-ci ştatı adlandırıldığı gündür. 21 avqust 1968-ci ildə Varşava Müqaviləsi Təşkilatının qoşunları Praqa baharını yatırmaq üçün Çexoslovakiyaya yeridildiyi gündür. 21 avqust 1991-ci ildə isə Latviya müstəqillik əldə etdiyi gündür. 21 avqust 1986-cı ildə Kamerunda vulkan mənşəli Nios gölündən püskürən karbon dioksid qazı 20 kilometrlikdə 1800 nəfərin həyatına son qoyduğu gündür. 21 avqust 1997-ci ildə isə Azərbaycan Respublikası ilə Serbiya və Montenegro arasında diplomatik əlaqələr qurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.